Hər kəsə salam. Bu gün makiyaj videosu çəkirəm. Qızlar günü olduğu üçün ev yoldaşlarımla restorana gedəcəkdik. Ona görə makiyaj videomu çəkirəm. Çox sürətli eləyirəm çünki onsuz da üstündən qeyd alacaqdım deyə səsi sürətliyə qoymuşam makiyajı. Həm də istəyirəm ki, shortsda paylaşım makiyaj videosunu. Ona görə çox sürətli eləmişəm ki, 3 dəqiqəni keçməsin. Əvvəl nəmləndirdim üzümü, ondan sonra baza vurdum. Üzərindən tonalini vururam. Tonalini yaxşılayıram. Sponcumu su eləmişəm ki, yaxşı götürsün dərim tonalini, yəni ümumi məhsulları. Sonra kapatıcı vururam. Kapatıcını elə bil gözümün ətrafında, üzümdə ləkə var ora və yuxarıda alnımın yarası var idi, ora vurmuşdum. Belə yayıram, sonra belə gözümə yaxşı yayılmayan yerlər var, onları eləyirəm. Ondan sonra liner vurmağa çalışıram. Burada kartondan istifadə eləmişdim ki, düz olsun, aşağıya əyri olmasın liner. Sonra ucu biraz qalın olur deyə qulaq çöpündən onları düzləşdirirəm. Sonra keçirəm digər gözümün linerini çəkməyə. Bunu da yenə düzəldirəm əyriliklərini. Ondan sonra tam gözümün hər yerinə çəkirəm. Sonra yenə də bəyənmədiyim yerlər olur, onları da düzəldirəm. Sonra keçirəm gözümün iç tərəfinə, pınar, göz pınar deyirlər türklər. Orasına zərli tem vurmağa, ağ rəngdə zərli tem vururam. Sonra gözümün üst tərəfinə belə açıq qəhvəyi, qırmızıya çalar tonda tem vururam. Burada biraz güzgüyə yaxın durmuşam, ona görə kamerada tam görsənmir. Sonra üzümə allıq vurdum. Allıqdan sonra da highlighter vururam. Həm alnıma, həm üzümə, həm də burnuma. Sonra kipriklərimi qıvırıram. Kipriklərimi qıvırdıqdan sonra tujumu vururam. Məhsulların hər birini Faberlikdən vurmuşam mən. Özüm Faberlikə qoşulmuşam. Ambar qiymətinə vururam məhsullarımın hər birini. Bir nəmləndirici kremi və bazanı özüm almışam. Əvvəl makiyaj gösterdim size. Sonra lookumu gösteririm. Tam olarak ne giymişəm. Sonra restorandan bir şəkil yemeğimiz. Restoran çəkməyə çalışmışam. İstədim qızlar çok şey olmasınlar, düz düşməsinlər də, narahat olmasınlar deyə. Belə restoran çəkdim. Ondan sonra isə yenə restorandan bir şəkil və bitdi. Hələlik sağ olun. Növbəti videolarda görüşənədək.